Təbii ki, bu gün bizim insanlarımızın xeyli dərəcəsində elə stresten dedim, xeyli insanlarımız gərgindilər, çox gərgindilər. Hər şeyə, o gərginliyin də kökündə təbii ki, bizə həm xoşbəxtlik bəxş edən, dünyanı bizim əlimizə gətirib çıxaran o telefonlar ki var, onların həm də pis tərəfi var, mənfi tərəfi var. İnsanlar gəlir, deyir, doktor, deyirəm, telefonla çox məşğulsan, deyir, yox, doktor. Deyirəm, əlini verir, bir salamlaşaq, sağ əlini verir, daşdır. Sol əlini verir, normal əldir. Deyirəm, bir əlinlə əlini tut, gör, normaldırmı, fərq nədir? Deyir, ay doktor, burada hissiyat azdır sağ əlimdə. Demək, bütün günü telefon bunun əlində, o dərini qaldırsan, görürsən ki, orada toxumanı nə günə salır. Ona görə sağlamlıqdan gözəl heç nə yoxdur. Yenə deyirəm və çalışın ki, sağlamlığınızı qoruyun. Sağlamlığınızı qorumaq üçün də nə etmək lazımdır? Bol miqdar su içmək lazımdır, vaxtında yatmaq lazımdır, hər gün sürətlə yerimək lazımdır və inanın ki, çox qəribədir. Son statistik göstəricilər də göstərir ki, gündəlik yeriyən adamlar, sürətlə yeriyən adamlar yeriməyə vaxt ayıran adamların ömrü yeriməyən adamlardan nisbətən xeyli uzanır. Xeyli uzanır. Ona görə də yeriyin, hərəkət eləyin, idman eləyin, bol miqdar su için, təmiz havada çox olun, yüngül qidalanın, vaxtında yatın, 12-dən tez yatın. Səhər özünüz bilərsiniz. 5-dən sonra nə vaxt istəyirsiniz durun. O sizə aiddir. Ancaq o dərin yuxudan heç olmasa 2 saat yatın. Nə qədər tez yatsanız, o qədər xoşbəxtlik hormonlarınız ifraz olunacaq və daha sağlam, daha gümrah olacaqsınız.